Investors Investor şirkəti sizi salamlayır. Fransada may ayının 7-sində keçiriləcək prezident seçkilərinin yekun mərhələsi fonunda Avropa maliyyə bazarlarında dolların avroya nisbətən qiyməti təzyiq altında olsa da, Yaponiya bazarlarında bahalaşır. Belə ki, Avropa maliyyə bazarlarında avronun dollara nisbətən məzənnəsi 1,09 sentə kimi bahalaşır və bu səviyyənin ətrafında ticarət olunmaqdadır. Lakin burada təhlillər onu göstərir ki, məzənnə 1,0820 sentə kimi ucuzlaşarsa və bu səviyyənin altında qalarsa, yenidən 1,0718, 1,0660 sentə kimi də ucuzlaşa bilər. Dolar Yaponiya yeninə nisbətən məzənnəsi isə 110 yenin üzərində ticarət olunur və bu səviyyənin üzərində qalarsa 112 yenə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Əlavə məlumatlar üçün isə investors.az/analiz saytından istifadə edə bilərsiniz. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.